İlk mövzu olaraq biz bugün sizlərlə ağıllı uşaq nağılının məzmun ardıcılığı və təhlili, Xan Sarayı və Çahargah əfsanəsinin məzmun ardıcılığı və təhlili və Dərzi şagirdi Əhməd nağılının məzmun ardıcıllığını və təhlilini nəzərinizə çatdıracağam. Deməli, dostlar, bildiyimiz kimi ilk öncə nəyə diqqət etmək lazımdır? Bəzən şagirdlərdən və müəllimlərdən belə bir suallar gəlir ki, müəllimə, yəni biz dərsi demək olar ki, əsəri əzbərdən bilirik, nəyə görə gedib sualların işlənməsində çətinlik çəkirik. Bəzən ola bilər, əzbərdən bilə bilərsiniz, lakin diqqət ediləcək hissələr var ki, hansı ki o hissələri daha çox, yəni bizim hal-hazırki ədəbiyyat proqramına salırlar. Ona görə də yəni sualı necə deyərlər, bəsitləşdirmədən, yəni hər bir mövzunu diqqətlə oxuyub nəzərdən keçirmək lazımdır. İnşallah ki, bu 30 günlük dərsimiz, proqramımız sizin üçün də yararlı olar. Biz də xeyirli bir iş görmüş olarıq. Bəli dostlar, başlayaq. Bismillah. Deməli, ağıllı uşaq nağılının məzmun ardıcıllığına başlayırıq ilk öncə. Demək olar ki, nağılı çoxunuz oxumusunuz. Məzmun ardıcılığı necədir? Yəni, mən durub dərsi burada üzündən oxumayacağım. Sadəcə məzmun ardıcılığını izah edəcəm sizə. Deməli, birinci bilirik ki, ağıllı uşaq nağılında xanın bir bəhanə ilə kəndləri və şəhərləri talan etməsi hissəsi var ilk öncə. Yəni, məzmun ardıcılığı belə başlayır. Xan bir bəhanə ilə kəndləri, şəhərləri talan edir. Lakin xan yaşadığı şəhərə bitişik olan bir kənd var idi ki, həmin kəndi tuta bilmirdi. Deməli, burada nəyi nəzərdə saxlamaq lazımdır? Xan özü şəhərdə yaşayırdı, lakin özünə bitişik olan bir kəndi tuta bilmirdi. Və bunun səbəbi nə idi? Səbəbi bu kənddə dünya görmüş ağıllı qocalar var idi ki, bu qocalar hər dəfə hilə yolu ilə xanın suallarına, yəni xanın hilə ilə yəni təqdim etdiyi hər dəfə suallarına düzgün cavab verirdilər. Buna görə də onu suallarına cavab verməklə məğlub etdikləri üçün kəndi xan ələ keçirə bilmirdi. Və günlərin bir günü xan öz adamlarını başına yığıb tədbir tökmələrini istəyir. Və burada xanın baş məsləhətçisi, dostlar, ilk öncə nəzərinizə çatdırım ki, normalda biz daha çox şah, xan olan əsərlərin çoxunda vəzir obrazına rast gəlirik. Lakin yadda saxlayın ki, ağıllı uşaq nağılında vəzir obrazı yoxdur. Burada xanın baş məsləhətçisi olaraq keçir ad olaraq. Xanın baş məsləhətçisi kəndin ağıllı, dünya görmüş qocalarını aradan götürməyi təklif edir. Və daha sonra xan kəndi tez ələ keçirmək üçün bu müdrik qocaları təbii ki, baş məsləhətçinin məsləhəti ilə aradan götürmək istəyirdi. Qocalar tutmaq üçün isə xanın çətinə düşdüyünü və qocalardan məsləhət almaq istədiyini deyib hiləyə əl atdılar. Yəni, xan öz adamlarını kəndə göndərir və xanın çətinə düşdüyünü və buradakı müdrik qocalardan məsləhət almaq istədiyini deyib belə bir hilə işlədirlər. Lakin buradakı qocalar yarı zor, yarı xoş vəziyyətdə əlacsız qalıb, xanın adamları saraya gedirlər. Deməli, burada dostlar nəyə diqqət eləmək lazımdır? Deməli, qocalar bütünlüklə testlərə düşə bilər. Zor gücü ilə bütünlüklə aparıldılar və yaxud bütünlüklə xoş vəziyyətdə xeyr. Bəli, yarı zor, yarı xoş vəziyyətdə əlacsız qalıb xanın adamları ilə saraya getdilər. Və qocaları saraya gətirəndən sonra ilk iş onları zindana salmaq oldu ki, qocaları zindana saldırdıqdan sonra xan öz atlısını, yəni elçi sifətində göndərdiyi bir atlını 3 alma sualı ilə qocaların kəndinə göndərir. Və düşünür ki, əvvəllər kənddə dünya görmüş ağıllı qocalar var idi deyə suallara cavab verirdilər və kəndi talan eləyə bilmirdi. Artıq bu qocaları ki, mən zindana salmışam, artıq bu suallara cavab verən olmayacaq. Buna görə də 3 alma sualı ilə atlısını kəndə göndərir. Və burada da dostlar, daha sonra 3 alma sualı da nə idi? Deməli, almalardan biri birlik,
biri 2 illik, digəri 3 illik imiş. Və xan atlıya deyir ki, apar bir kəndə almaların neçə illik olmasını tapsınlar. Və xan da bu sualı tapmaları üçün kənd cəmaatına 3 gün möhlət verir. Yəni 3 gün ərzində bu almaların sualına aid olan cavab tapılmalı idi ki, hansı 1 illik almadır, hansı 2 illik almadır, hansı 3 illik almadır. Əgər deyir sualı tapmasalar, bu zaman kəndlərinin talan olacağını deyir. Yəni ardıca 3 gün möhlət verdi, dalıca da nə dedi? Əgər sualı tapmasalar, kəndi talan edəcəyini dedi. Daha sonra dostlar, sualı tapandan sonra isə, baxın, belə də bir şərti var. Sirri tapan adam ki, hansı ki bu almaların sirrini tapdı o adam, xanın yanına xanın özünün xoşladığı bir heyvanla getməli və o adam da həm də boyca xandan hündürdə olmalı ki, xan ona aşağıdan yuxarı baxsın. Deməli, şərti nə idi? Sirri tapan adam xanın yanına onun xoşladığı bir heyvanla getməli idi və həm də boyca xandan böyük olmalı idi ki, xan ona aşağıdan yuxarı baxsın. Və Əhməd burada kənddə Əhməd adında ağıllı bir uşaq olur. Biz nağılın sonunda həqiqətən də onun ağıllı uşaq olduğunu görəcəyik. Və Əhməd nənəsi ilə yaşayır. Və gedib nənəsindən soruşur ki, kənddə heç mi bu müdrik qocalardan kimsə qalmayıbdır görəsən? Çünki Əhməd bu kəndi bu məsələsini əlac etmək istəyirdi öz-özlüyündə ağıllı olduğu üçün. Və nənəsi də deyir ki, yox, müdrik qocalardan bir qoca qalıbdır ki, həmin qoca yaşı ötdüyü və şikəst olduğu üçün saraya aparılmayıb, deyir nənəsi. Deməli, qoca, yəni əslində burada nəyi nəzərində çatdırım dostlar? Həmin bu qocanın əsərdə ifadə edilir ki, gözləri görmürdü. Lakin onun saraya aparılmamasının səbəbi onun gözlərinin görməməsi deyildi. Şikəst olduğu üçün aparılmamışdı. Deməli, yaşı ötdüyü və şikəst olduğu üçün aparılmamışdı saraya. Və Əhməd nənəsindən bu məlumatı aldıqdan sonra gedir həmin qocanı tapır və qocadan bu almalarla bağlı suala cavab tapmasını xahiş edir. Və qoca almaların cavabını deyir dostlar. Hamısını deyir. Yəni 1 illik alma, 2 illik alma, 3 illik almanın necə tapılması qaydasını deyir. Lakin xanın xoşladığı heyvanı demir və deyir ki, xanın xoşladığı heyvanı Əhmədin özünün tapmalı olduğunu deyir. Deyir ki, bunu artıq özün tapacaqsan, bunu mən bilmirəm. Lakin burada da bir çarə eləyir. Deyir ki, sən bu heyvanın nə olduğunu bilmək istəyirsənsə, xanın yaşadığı şəhərə gedib oradan deyir bunu öyrənə bilərsən ancaq. Buna görə də Əhməd də qocaya təşəkkür edir və bundan sonra Əhmədin qarşısında hansı vəzifə durur? Xanın xoşladığı heyvanı tapmaq məsələsi durur. Və Əhməd xanın şəhərinə getməyə qərarlaşdırır. Lakin bu getdiyi əsnada deyir, çöldə qocanın bacısı ilə rastlaşır. Yəni qocanın bacısı olan qarı ilə rastlaşır. Və qarı nənəyə və görür ki, qarı nənə orada odun çırpı toplayır və deyir ki, sizə necə kömək edə bilərəm və qarıya kömək eləməkdən ötürü gedir meşəyə odun toplayır qarı üçün. Meşəyə gedib odun toplayır. Daha sonra xanın yaşadığı şəhərə getmək üçün çarə axtarır. Və Əhməd şəhərə daxil olmaq üçün burada diqqət eləyir ki, şəhəri yəni çox güclü qoruması var şəhərin. Şəhərə rahat-rahat girib yəni buradakı öz sualına cavabı tapa bilməz. Buna görə də görür ki, kəndin girişində əskərlər var və eyni zamanda deyir, irəlidə xanın çobanı və qoyun sürülərini otarır. Əhməd düşünür, yenə burada ağıl işlədir. Düşünür ki, getsin öz kəndlərindəki çobandan bütöv qoyunun dərisini kəsib verməsini xahiş etsin. Belə də edir Əhməd. Əhməd neyir? Öz kəndlərindəki çobandan bütöv qoyunun dərisini kəsib verməsini xahiş edir. Və Əhməd şəhərə girmək üçün qoyun dərisini geyinir. Bu hansı ki öz kəndlərindəki çobandan bu bütöv qoyun dərisini almışdı. Bu qoyun dərisini geyinib xanın qoyunlarının arasına girməklə bu şəkildə şəhərə daxil ola bilir.
və daxil olduqdan sonra artıq qoyun dərisini üzərindən çıxarır. Və gedir çobanın yanına. Bu çoban da xanın öz çobanı olur. Və görür ki, çobanın yanında bir heyvan durur ki, bu heyvan çoxlu zərzibalarla, qızılla, yəni bərbəzəklə bəzədilibdir və e, və həmin heyvana keçi olur. Soruşur ki, gəlir soruşur ki, çobandan, çoban qardaş, nəyə görə bu keçi bu şəkildə bəzədilibdir? Bu zaman çoban fikirləşir ki, yəni bu anda şübhəyə düşür. Şübhələnir, deyir ki, sən bu şəhərin adamı deyilsən deyəndə, yəni düşünür ki, əgər o bu şəhərin adamı olsaydı, bilərdi ki, xanın ən sevimli heyvanı nədir? Nəyə görə bu heyvan bu şəkildə bəzədilibdir? Və bunu deyəndə Əhməd nə deyir? Burada da ağıl işlədir. Deyir ki, nənəm məni indiyə kimi evdən heç yerə buraxmayıb. Ona görə də xanın xoşladığı heyvanı görməmişəm deyir. Və təbii ki, çoban onun sözlərinə inanır və Əhməd xanın şəhərinə gedib suallara cavab aparacağını və bundan sonra deməli dostlar, bu hissəni demək üçün bir nüansı da xatırladım ki, bu heyvanı öyrəndikdən sonra Əhməd yenə də öz kəndlərinə dönür. Yenə dərini geyinir, bu şəkildə şəhərdən çıxır. Öz kəndlərinə dönür və gəlir buradakı kənd cəmaatından deməli şəhərə gedib suallara cavab aparacağını deyəndə hamı ona gülür. Yəni uşaq olduğu üçün Əhmədə inanmırlar. Əhməd sualların cavabını artıq tapıb və gəlir deyir ki, mən aparacağam bu sualı. Lakin deyir, kənd cəmaatı onsuz da özləri xanın verdiyi möhlət 3 gün möhlət bitirdi və özləri onsuz da bunun cavabını tapmamışdılar. Buna görə də razı olurlar, Əhmədə çarnaçar razı olurlar yəni. Və təbii ki, Əhməd kənd cəmaatından bir dəvə istəyir, fikirləşir ki, və dəvəni istəməkdə də məqsədi nə idi? Çünki axı xan orada demişdi ki, mənə gəlib bu sualların cavabını deyən adam məndən hündür olmalıdır. Mən ona aşağıdan yuxarı baxmalıyam. Buna görə də Əhməd dəvə istəyir cəmaatdan. Cəmaat gülsə də artıq naçar qalıb neynir? Əhmədin dediklərini edir. Və Əhməd xanın şəhərinə gələndə kənddən cavabları gətirdiyini deyir. Təbii ki, xan ilk öncə Əhmədi görəndə qəzəblənir ki, yəni bunu nədir uşağı mənim qarşıma gətiriblər deyə. Lakin Əhmədin yanında özünün ən çox sevdiyi heyvanı, keçini görəndə deməli zindana saldırmaq fikrindən əl çəkir Əhmədi və digər sualların da cavabını dinləmək istəyir. Buna görə də Əhmədi dinləyir. Lakin Əhməd burada yenə ağıl işlədir. Əhməd nə deyir? Deyir ki, bütün cəmaatı şəhər meydanına topla. Bundan sonra almalar barədə sualın cavabını sənə deyəcəyəm deyir. Və Əhməd düz tapacağı təqdirdə kəndlərinə toxunmamağı və zindanda olan qocaların azad olunmasını şərt qoyur. Və həqiqətən də Əhməd almaların cavabını deyir və almaların cavabı da əslində belə idi, dostlar. Qoca belə açıqlamışdı ki, deməli bir qap su gətizdirir Əhməd orada. Almaları bir suya tullayır. Bu zaman almanın biri suyun üzündə qalır, biri suyun dibinə çökür, biri də orta hissəsində qalır. Və buradan anlaşılır ki, alma yeni alma olanda, birlik alma olanda təbii ki, o sulu olur. Sulu olduğu üçün ağır olur. Və ağır olduğu üçün də həmən qabın dibinə çökür. Lakin deyir, 2 illik alma suyu biraz getdiyinə görə orta hissədə qalır. 3 illik alma isə suyun çəkildiyinə görə suyun üstündə qalır, yüngül olduğu üçün. Və cavabı da bu şəkildə idi. Və orada hətta xan deyir ki, mən demişdim ki, bu adam məndən boyca hündür olmalıdır, sən ki uşaqsan. Bu zaman Əhməd demişdi ki, mən hal-hazırda dəvənin üzərində sizdən boyca hündürəm və siz mənə aşağıdan yuxarı baxırsınız. Məyər bu sualınıza yetərli cavab deyil, yəni qoyduğunuz qaydaya uyğun bir hərəkət deyil. Bundan sonra təbii ki, artıq xan bir şey eləyə bilmir və hər kəsin önündə Əhməd bu almaların cavabını dediyi üçün nə olur? Deməli, xan Əhmədin kəndinə toxuna bilmir. Və bununla da bizim nağılımız tamamlanır. Və nağıldan çıxan nəticəyə uyğun atalar sözləri hansılar ola bilər?
Təbii ki, biz burada Əhmədin simasında nə gördük, dəyərli dostlar? Ağılın hər şeydən güclü olduğunu gördük və ağlın yaşda deyil, başda olduğunu gördük. Deməli, nağıldan çıxan nəticələr budur. Bu nağılımızın məzmun ardıcıllığı idi. Ümidvaram ki, yəni sizlər üçün anlaşılan olar. İndi keçək təhlil hissəsinə, dostlar. Təhlil necədir? Deməli, təhlil olaraq biz bilirik ki, əsər nağıl janrında yazıldığı üçün və bilirik ki, nağıl şifahi xalq ədəbiyyatının epik növünün janrıdır və hadisələrin təsvirində də təhkiyə üsulundan istifadə edilir. Təhkiyə nə deməkdir? Danışmaq, söyləmək deməkdir. Deməli, əsərin vahid süjet xətti var. Deməli, dostlar, vahid süjet xətti nə deməkdir? Əgər süjet biz ədəbiyyat nəzəriyyəsi hissəsindən süjet anlayışını keçəndə demişdik ki, süjet hadisənin özüdür. Deməli, əgər hər hansı bir əsərdə hadisə danışılırsa, deməli ki, o əsərdə süjet xətti var. Məsələn, biz bir əlaqələnmə eləyə bilərik mövzular arasında. Məsələn, biz bilirik ki, Nizami Gəncəvinin Sirlər Xəzinəsi poemasının vahid süjet xətti yoxdur. Bəzən şagirdlər bunu yanlış anlayırlar. Elə bilirlər ki, bu söz qətiyyən süjet xətti yoxdur anlamına gəlir. Yox, belə bir şey yoxdur. Vahid süjet xətti yoxdur. Yəni, vahid nə deməkdir? Yəni, tək bir hadisədən danışılmır. Orada bilir ki, Sirlər Xəzinəsi hekayətlərə uyğun olaraq məqalətlərdən ibarətdir. Və bu hekayətlərin də hərəsi bir mövzudan danışır. Yaralı uşağın dastanında bir mövzu var, kərpiç kəsən kişinin dastanında bir mövzu. Buna görə deyirik ki, vahid süjet xətti yoxdur, amma süjet xətti var. Amma biz bu ağıllı uşaq nağlında nə gördük? Gördük ki, burada bir hadisədən danışılır. Deməli, deyəcəyik ki, əsərin vahid süjet xətti var. Deməli, bəs əsərin ideyası nədir? Dostlar, ideya nə idi? İdeya əsərdən çıxan nəticə idi. Nəticədə nə çıxdı bizə üzə? Bayaq da dediyimiz kimi, ağıl yaşda deyil, başdadır. Atalar sözü ilə səsləşir ideyası. Bəs burada xanı təhlil eləsək, xan obrazı, necə obraz idi xan? Xan hiləgər idi gördüyümüz kimi. Neyini? Necə hilə işlədir? Baş məsləhətçinin məsləhətinə qulaq asaraq fikirləşir ki, mən oradakı qocaları zindana saldırsam, mənim sualıma cavab tapmayacaqlar və ki, mən kəndi azad eləyəcəm. Yəni, üzr istəyirəm, kəndi talan eləyəcəm. Bu xüsusiyyətlərinə görə xan deyir ki, hiləgər idi, məqsədinə çatmaq üçün hər yola başvurur, yalan danışır və günahsız qocaları həbs etdirir. Təbii ki, haqsızlığa yol verir. Bir də dostlar, bayaq orada sonda, məzmun ardıcıllığının sonunda demədik, Əhməd sualların cavabını dedikdən sonra zindandakı qocaları da azad etdirib öz kəndlərinə qaytarır. Deməli, keçək Əhməd obrazına. Əhməd necə idi? Dostlar, biz bayaqdan danışırıq. Necə bir xüsusiyyət dedik Əhməd haqqında? Dedik ki, xarakterində nə var idi? Ağıllı idi Əhməd. Ona görə də nağılın adı ağıllı uşaq adlanır. Tədbirli idi, yardımsevər idi. Və bir də burada belə bir nüans var. Deyir ki, orada qocanın arvadına yox, bacısına kömək etmişdi, odun yığmışdı meşədən onun üçün. Və şahın verdiyi sualın, yəni almaların yaşının birinin cavabını, yəni almaların yaşı olan sualın cavabını kimdən öyrəndi dostlar? Qocadan öyrəndi. Digərlərini neynədi? Özü öyrəndi. Lakin yenə də özünün öyrənməsi üçün qoca orada nə dedi? Çarə dedi. Dedi ki, sən bu şəhərə gedib şəhərdən öyrənməlisən, deyir bunun cavabını, ən sevdiyi heyvanın nə olduğunu. Və Əhmədin nənəsi qocadan məsləhət almağı məsləhət görmür. Yəni, yadda saxlayın, Əhməd özü düşünür ağlıyla ki, mən görəsən kənddə dünya görmüş qocalardan heç qalan olubmu? Bunu Əhməd özü düşünür. Lakin bir qocanın qaldığını nənəsi deyir. Əhmədin sualından sonra yəni bunu deyir. Və əsərdə 3 başlıca obraz var dostlar. Bu kimdir? Əhməddir, qocadır və padşah obrazlarıdır. Ki, kənddəki bütün qocalar eyni zamanda aparılmamışdı gördük. Sonra nə gördük? Qocalardan biri şikəst olduğu üçün kənddə qalmışdı gördük dostlar. Daha sonra Əhməd az yaşlı olsa da məsuliyyətli və işi öz üzərinə götürdüyünü gördük. Yəni, məsuliyyəti ilə öz üzərinə götürür işi və qocaları da, kəndi də neyir? Azad eləyir. Daha sonra Əhmədin şaha qalib gəlməsində kimin rolu oldu?
dedik. Qocanın rolu oldu. Təbii ki, əsas olaraq sualın cavabını qoca dedi. Daha sonra bir dəqiqə dostlar. Aha, davam eləyək. Deməli, əsərdə Əhmədin mənəvi keyfiyyətləri də nümayiş olunur, gördük. Və xan, vəzirin yox. Biz nə dedik? Ağıllı uşaq nağılında vəzir obrazı yoxdur. Xan deyir, vəzirin yox, baş məsləhətçinin təklifi ilə kəndin qocalarını saraya gətizdirir dedik. Daha sonra xanın sualını və qocaları azad etmək yolunu kəndə baş məsləhətçi yox, kim gətirir? Xanın çaparı gətirir. Sadəcə baş məsləhətçi orada məsləhət verir ki, buradakı qocaları aradan götürək deyə. Deməli, xanın çaparı gətirir qocaları azad etmək yolunu və kəndə baş məsləhətçi gətirmir. Daha sonra Əhməd qocanın məsləhəti ilə yox, baxın dostlar, qocanın məsləhəti ilə yox, öz ağlı ilə dediyi şəhərə girmək üçün qoyun dərisindən istifadə edir və xanın ən sevimli heyvanının keçi olduğunu Əhməd kimdən öyrəndi dedik, dostlar? Xanın öz çobanından öyrəndi dedik. Və burada da nağıl oxuyanda biz çatı sözünə rast gəlirik. Çünki orada çatını biz harda rast gəldik? Orada deyirik, Əhməd qocadan deyir, almaların sualına cavabı öyrəndikdən sonra çıxır çöldə, qocanın bacısını görür və ondan bir balta və çatı istəyir, gedir meşəyə yollanır, onun üçün odun gətirir. Deməli, balta və çatı deyərkən nə başa düşülür? Çatı ip deməkdir, yəni kəndir istəyir ondan. Bu qədər dostlar, dərsimizin ilk nağılı bitdi. İndi keçək digər nağılımıza. Ardıcıl olaraq mən indi digər dərzi şagirdi Əhməd, Xan Saray əfsanəsi və Çargah əfsanəsinin bu şəkildə ardıcılıq və təhlilini verəcəm sizə.